gündəlik stresi necə çıxardırsınız? Cərrahın fərqli stres yönətimi var. Yəni stresi idarə eləməyi bilməlidir cərrah. Çünki cərrahiyyədə stres əməliyyatdan öncə də xəstənin diaqnostikasının qoyulması, xəstə ilə danışılması, özəlliklə də onkoloji əməliyyatlardan öncə xəstəni psixolojik olaraq hazırlamaq bir həkimin üzərində böyük məsuliyyət hiss elətdirir və əməliyyat müddəti, əməliyyatdan sonraki müddətdə də xəstənin və ailənin yanında olmalısan. Təbii ki, bunlar hamısı stresli bir müddətdir, idarə olunması gərəkən bir müddətdir və bunu həkim ən yaxşı şəkildə idarə etməlidir. Ondan sonra gəlir həkimin stressdən qurtulmağı. Bunun üçün şəxsən mən işdən sonra istər dostlarımla, ailəmlə vaxt keçirməyi, eyni zamanda bəzi hobbilərim var, onları etməyi çox sevirəm və bu mənə bu stressdən uzaqlaşmağa kömək edir.